Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about commands and requests in Azerbaijan. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Commands means emirler. Emirler. For example, come here, come here, come here is bura gel, bura gel, bura gel, bura gel, bura gel, bura gel. Example, uşaqlar, bura gəlin. Uşaqlar, bura gəlin. Uşaqlar, bura gəlin. It means children, come here. Children, come here. Sit down. Sit down is otur. 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 Example. Zəhmət olmasa otur. Zəhmət olmasa otur. Zəhmət olmasa otur. Zəhmət olmasa otur. It means please sit down. Please sit down. Wait. Wait is gözlə. 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 For example, biraz gözlə. Biraz gözlə. Biraz gözlə. It means wait a moment. Wait a moment. Listen. 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 Listen is qulaq as. Qulaq as. Qulaq as. For example, mənə qulaq as. Mənə qulaq as. Mənə qulaq as. It means listen to me. Listen to me. Look. Look. Look is bax. 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 For example, bura bax. Bura bax. Bura bax. Bura bax. It means look here. Look here. Look here. Another one is give it to me. Give it to me. Give it to me. Is mənə ver. Mənə ver. Mənə ver. Mənə ver. Mənə ver. It means for example, kitabı mənə ver. Kitabı mənə ver. Kitabı mənə ver. Kitabı mənə ver. Kitabı mənə ver is give it. Give me the book. Give me the book. Give me the book. Stop. 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 Stop is dayan. 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 For example, orada dayan. Orada dayan. Orada dayan. Orada dayan. It means stop there. Stop there. Stop there. Stop there. Is orada dayan. Go. 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 Is get. 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 For example, evden get. Evden get. Evden get. Evden get is go out of the house. Go out of the house. And requests. It means xahişlər. For example, can you help me please?
Can you help me please is zəhmət olmasa mənə kömək edə bilərsiz? 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 It means, can you help me? For example, zəhmət olmasa çantamı qaldıra bilərsiz? Zəhmət olmasa çantamı qaldıra bilərsiz? Zəhmət olmasa çantamı qaldıra bilərsiz? Could you please lift my bag? Could you please lift my bag? Could you please lift my bag? Another one is, could you bring me water? Could you bring me water? When you want to say, could you bring me water? You have to say, mənə su gətirə bilərsiz? Mənə su gətirə bilərsiz? Mənə su gətirə bilərsiz? Mənə su gətirə bilərsiz? For example, mənə bir stəkan su gətirə bilərsiz? Mənə bir stəkan su gətirə bilərsiz? Mənə bir stəkan su gətirə bilərsiz? Means, could you bring me a glass of water? 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 Please show me the way. Please show me the way. Please show me the way. Please show me the way is zəhmət olmasa mənə yolu göstərin. 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 For example, muzeyə necə getmək olar? Zəhmət olmasa mənə yolu göstərin. Muzeyə necə getmək olar? Zəhmət olmasa mənə yolu göstərin. Muzeyə necə getmək olar? Zəhmət olmasa mənə yolu göstərin. Means, how can I get to the museum? Please show me the way. How can I get to the museum? Please show me the way. Please speak slowly. Please speak slowly. Please speak slowly. Please speak slowly is zəhmət olmasa yavaş danışın. Zəhmət olmasa yavaş danışın. Zəhmət olmasa yavaş danışın. For example, yavaş danışa bilərsiz? Or yavaş danışa bilərsinizmi? Yavaş danışa bilərsinizmi? Yavaş danışa bilərsinizmi? It means, could you speak slowly? Could you speak slowly? Could you speak slowly is yavaş danışa bilərsinizmi? Excuse me. Could you ask something? Excuse me. Could I ask something? I'm sorry. Excuse me. Could I ask something? Excuse me. Could you deyirəm? Could I ask something? Excuse me. Could I ask something? Excuse me. Could I ask something? It means, bağışlayın. Sual verə bilərəmmi? Bağışlayın. Sual verə bilərəmmi? Bağışlayın. Sual verə bilərəmmi? For example, bağışlayın. Sizə bir sual verə bilərəmmi? Bağışlayın. Sizə bir sual verə bilərəmmi? It means, excuse me, may I ask you a question? May I ask you a question? Sizə sual verə bilərəm. Another one is, please wait a moment. Please wait a moment. It means, zəhmət olmasa bir dəqiqə gözləyin. Zəhmət olmasa bir dəqiqə gözləyin.
Zəhmət olmasa bir dəqiqə gözləyin. For example, zəhmət olmasa biraz gözləyin. Zəhmət olmasa biraz gözləyin. Zəhmət olmasa biraz gözləyin. Means please wait a little bit. Please wait a little bit. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are right fit for you. We hope you enjoyed our video. So, don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about positions of place. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. In front of is karşısında, 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 karşısında is in front of. For example, mağaza məktəbin qarşısındadır. Mağaza məktəbin qarşısındadır. Mağaza məktəbin qarşısındadır. It means the store is in front of the school. The store is in front of the school. Behind is arxasında. 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 For example, avtobus dayanacağı bankın arxasındadır. Avtobus dayanacağı bankın arxasındadır. Avtobus dayanacağı bankın arxasındadır. It means the bus stop is behind the bank. The bus stop is behind the bank. Next to or beside is yanında. 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 For example, kitabxana muzeyin yanındadır. Kitabxana muzeyin yanındadır. Kitabxana muzeyin yanındadır. It means the library is next to the museum. The library is next to the museum. Near. Near is yaxın. 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 Yaxın is next. For example, kafe parkın yaxınlığındadır. Kafe parkın yaxınlığındadır. Kafe parkın yaxınlığındadır. It means the cafe is near the park. The cafe is near the park is kafe parkın yaxınlığındadır. Another one is on the right is sağda. 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 For example, bank küçənin sağ tərəfindədir. Bank küçənin sağ tərəfindədir. Bank küçənin sağ tərəfindədir. It means, the bank is on the right side of the street. The bank is on the right side of the street. Is bank küçənin sağ tərəfindədir. On the left is solda. 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 It means poçt
küçənin sol tərəfindədir. Post küçənin sol tərəfindədir. Poçt küçənin sağ tərəfindədir. The post office is on the left side of the street. The post office on the left side of the street. It means poçt küçənin sol tərəfindədir. Between. Between is arasında. 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 For example, restoran mağaza ilə bankın arasındadır. Restoran mağaza ilə bankın arasındadır. Restoran mağaza ilə bankın arasındadır. It means the restaurant is between the store and the bank. The restaurant is between the store and the bank. Across from. Across from is qarşısında. Qarşısında or üzbəüz. 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 For example, məktəb parkın qarşısındadır. Məktəb parkın qarşısındadır. Məktəb parkın qarşısındadır. Or also you can say, məktəb parkla üzbəüzdür. Məktəb parkla üzbəüzdür. Məktəb parkla üzbəüzdür. It means the school is across from the park. The school is across from the park. Another one is inside. Inside. Inside is içində, 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 içində. For example, çantanın içində kitab var. Çantanın içində kitab var. Çantanın içində kitab var. It means there is a book inside the bag. There is a book inside the bag. There is a book inside the bag is çantanın içində kitap var. Outside. Outside is çölündə. 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 For example, maşın binanın çölündədir. Maşın binanın çölündədir. Maşın binanın çölündədir. It means the car is outside the building. The car is outside the building. Above. Above is yuxarıda. 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 Yuxarıda is lampa masanın yuxarısındadır. Lampa masanın yuxarısındadır. Lampa masanın yuxarısındadır. It means the lamp is above the table. The lamp is above the table. Below. Below is aşağıda. 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 It means below. And for example, kitap rəfin aşağısındadır. Kitap rəfin aşağısındadır. Kitap rəfin aşağısındadır. It means the book is below the shelf. The book is below the shelf. Around. Around is ətrafında. 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 For example, uşaqlar ağacın ətrafında oynayırlar. Uşaqlar ağacın ətrafında oynayırlar. Uşaqlar ağacın
ətrafında oynayırlar. It means the children are playing around the tree. The children are playing around the tree. Another one is at the corner. At the corner. At the corner is küncündə. 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 For example, bank küçənin küncündədir. Bank küçənin küncündədir. Bank küçənin küncündədir. It means the bank is at the corner of the street. The bank is at the corner of the street. It means, bank küçənin küncündədir. Bank küçənin küncündədir. Another one is far from. Far from. Far from is uzaqda. 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 For example, restoran şəhərin uzağındadır. Restoran şəhərin uzağındadır. Restoran şəhərin uzağındadır. Restoran şəhərin uzağındadır. Uzağındadır. It means the restaurant is far from the city. The restaurant is far from the city. Close to is yaxın. 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 For example, metro evimə çox yaxındır. Metro evimə çox yaxındır. Metro evimə çox yaxındır. It means the metro is very close to my home. The metro is very close to my home. Is metro evimə çox yaxındır. Metro evimə çox yaxındır. Another one is along. Along. Along is boyunca. 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 For example, biz dəniz boyu gəzintiyə çıxırıq. Or biz dəniz boyunca gəzintiyə çıxırıq. Biz dəniz boyunca gəzintiyə çıxırıq. It means we are taking a walk along the sea. We are taking a walk along the sea. Biz dəniz boyu gəzintiyə çıxırıq. Or biz dəniz boyunca gəzintiyə çıxırıq. In the middle of. In the middle of. In the middle of is ortasında. 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 For example, heykəl meydanın ortasındadır. Heykəl meydanın ortasındadır. Heykəl meydanın ortasındadır. It means the statue is in the middle of the square. The statue is in the middle of the square. Across. Across. Across is qarşı tərəfdə. Qarşı tərəfdə. Qarşı tərəfdə. Qarşı tərəfdə. For example, kitabxana məktəbin qarşı tərəfindədir. Kitabxana məktəbin qarşı tərəfindədir. Kitabxana məktəbin qarşı tərəfindədir. It means the library is across from the school. The library is across from the school. At the end of. At the end of. At the end of is sonunda. 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 For example, park küçənin sonunda yerləşir. Park küçənin sonunda yerləşir. Park küçənin sonunda
yerləşir. Park küçənin sonunda yerləşir. Park küçənin sonunda yerləşir. It means the park is located at the end of the street. The park is located at the end of the street. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Don't forget to like, share, and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek.